Sürücü işi var yoldaşlar. Mən sizə 3 dənə sürücü işindən bəhs etmək istəyirəm. Əslində onun biri tam olaraq sürücü getmir. İndi mən irəliləyən dəqiqələrdə bildirərəm Allah qoysa. İlk öncə bildirim ki, Azərbaycan Hava Yollarında Qapalı Səhmdar Cəmiyyətində sürücü işi var. Vəzifə öhdəliyinizdən əsasən sizə bildirim ki, bu növbəyə gələn və növbədən çıxan işçiləri müəyyən olan yerlərə çatdırırsınız. Ərazidə olan müxtəlif işçilərin aparıb gətirilməsi işidir. Belə bir işdir. Azərbaycan dilini bilməlisiniz, B.S. kateqoriyanız olmalıdır, hərbi mükəlləfiyyətiniz yararlı olmalıdır, təhsiliniz, peşə ilə bağlı təhsiliniz olmalıdır, minimum 1 illik iş təcrübəniz olmalıdır. Heydər Əliyev Beynəlxalq Aeroportundadır yoldaşlar bu iş, bu sürücü işi və qeyd edim ki, 12 saatlıq bir iş rejiminə malikdir və növbəlidir 8-dən 8-ə. Bu bir variant idi yoldaşlar. Növbəti bir variant isə tır sürücüləri üçündür. Bu sahil transportdadır. Bu sizə təxminən 2000 manata yaxın pul verməlidir. Bəli, 2000 manata yaxın pul verə bilir, 1500-2000. Y kateqoriyası tələb edir, 3 illik iş təcrübəsi tələb edir sürücülük üzrə. Orta təhsiliniz olmalıdır, Qaradağ rayonundadır. Başlanğıc orta dediyim kimi 1500-2000 manat təklif edir sizə. Bir də yoldaşlar, üçüncü bir vakansiya var idi sizə bildirdim ki, o tam olaraq bir aşağı sırf sürücü işi olmasa da perspektivi olan bir işdir, sürücülüklə əlaqədar. İnkasator kassir işidir yoldaşlar, bankdadır. B kateqoriyanız varsa, tövsiyə edirəm bu işə də müraciət etməyə. Həmçinin də orta təhsiliniz varsa, hərbi mükəlləfiyyətiniz varsa, Word Excel-i bilirsinizsə. Yəni, hər sürücü buna müraciət eləməsin də. Orta təhsilli olsun, hərbi mükəlləfiyyətli olsun, B kateqoriyası olsun, Word Excel-i bilsin. Bilirsə, həmin şəxslər onlara tövsiyə edirəm bu işə də, bu inkasator kassir işinə də müraciət eləməyə. Ümumiyyətlə, bu işlərə müraciət etməkdə də çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsilə mesaj yaza bilərsiniz və yaxud da digər işlərlə də tanış olmaq istəyirəm. Ümumiyyətlə, iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.